Sumqayıt şəhərində vətəndaş müraciətlərinə operativ baxılması və sakinlərlə birbaşa ünsiyyətin gücləndirilməsi məqsədi ilə növbəti səyyar qəbul təşkil olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə keçirilən qəbul şəhərin 3-cü mikrorayon ərazisində baş tutub. Görüşdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müxtəlif idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və yerli sakinlər iştirak edib. Səyyar qəbul zamanı şəhər rəhbəri vətəndaşları fərdi qaydada qəbul edərək, onların müraciət və təkliflərini dinləyib. Qaldırılan məsələlərə diqqətlə yanaşıb. Görüşdə əsasən sosial təminat, mənzil məişət şəraiti, eləcə də məşğulluqla bağlı problemlər səsləndirilib. Müraciətlərin bir qismi yerindəcə araşdırılaraq, operativ qaydada həllini tapıb. Araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək, aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Zakir Fərəcov qaldırılan problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə və qısa müddətdə həll olunmasının vacibliyini xüsusi qeyd edib. Bildirilib ki, Sumqayıt şəhər İcra Hakimiyyət tərəfindən sakinlərlə birbaşa təmasın gücləndirilməsi və vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması məqsədi ilə belə səyyar qəbullar mütəmadi olaraq təşkil olunur. Bu görüşlər yerli sakinlərin problemlərinin daha yaxından öyrənilməsi və onların həlli istiqamətində çevik tədbirlərin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şəmsdan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.